Demək, 1991-ci ilin aprel ayıydı. Mən Bakıda düşdüm Fontanlar bağından gedirdim Əliyar Bəyov küçəsinə. Orada Birlik Cəmiyyəti yerləşirdi. Danışmışdım, gedib o Birlik Cəmiyyətinin iclas salonunun icarə eləmək istəyirdim. Orada mərasim tədbir keçirəcəkdim. Elə fikirli gedirdim, binanın qabağından keçirdim. Gördüm o binanın birinci mərtəbəsindən arxadan məni bir nəfər adımla səslədi. Gördüm Əmiraslan müəllimdir. Əmiraslanov türkoloq idi. Dostluğumuz vardı, münasibətimiz vardı ondan. Çağırdı məni. Geldim binanın içərisinə məni apardı. Orada iş otağı vardı, oturduq orada. Əmiraslan müəllimi tanıyırdım. Demək, Dövlət Radiosunda Türk şöbəsinin baş redaktoru. Burada gördüm, oturduq elə çay sürdüm. Mən dedim, Əmiraslan müəllim, siz hara, bura hara? Dedi ki, radiodan çıxmışam. Uzun illər Sovet hökumətini o tərifləmişik ki, dünyaya istəyirdik Sovet hökumətinin mütərəqqi ölkə olmasının ondan ideologiyası. Ayırdı o danışırdı. İndi də sürüyüb gedib tanıdım özümdən ki, elə Sovet hökuməti dağılıb gedib biz hələ də elə ondan danışırıq. Orada işdən çıxmışam, burada işə düzəlmiş. Dedim ki, bura haradır Əmiraslandan? Dedi, tablonu görmədim, dedim yox. Dedi, Azər Xəbər Servis. Dedim, nə təşkilatıdır? Dedi ki, güldü bir təbəssüm elədi. Dedi, bura Cuhudxanadır. Cuhudxana təəccüb elədim. Dedi, bu nə demək? Dedi, adı Azər Xəbər Servisdir. Zahirdə budur ki, bütün dünyadan Azərbaycana daxil olan məlumatlar bura gəlməlidir, buradan paylaşılmalıdır və xaricə ötürülən məlumatlar da buradan toplanıb, buradan paylanmalıdır. Dedi, zahirdə işi budur. Amma bura bir institut kimidir. Müdiri də Yahudidir, şöbə müdirləri də Yahudidir, ondan sonra işçilər də Yahudidir. Və zarafata dedi ki, mən də Yahudi kimi bir şeyəm də. Nə namazım var, nə orucum var, müsəlmansın, o da qura adım var. Məni ixtisasıma görə gətiriblər, burada işləyirəm. Dedim, iş nədir burada, nə iş görmək istəyirlər? Cuhudxana deyirsiniz, Yahudilər gəl burada. Dedi, 90% işçilər də bir zaman Rus dilli Yahudilər ki, Sovet hökumətindən köçmüşdülər İsrailə, geri qayıdıblar, bu institutu yaradıblar burada. Dedi, açığı işləri, bunlar balaca görsən, tablo qoyublar ondan sonra. Heç kəs bilmir burada nə iş edir, amma bunlar bundan sonra Azərbaycan xalqının ictimai, siyasi, mədəni şuurunu formalaşdıracaqlar. Bunlar işləyəcəklər bizim xalqın beyninin üzərində. Dedim, neynəmək istəyirlər, hara çatdı? Dedi, məndən təqribən 20 yaş böyükdür. Dedi, mən ölürsən deyir, 20-30 ildən sonra sən indi Azərbaycanlı görəcəksən, hətta mümkündür, mömindir, saqqallı, dindardır. Danışacaq, görəcəksən ki, müsəlman da mı Yahudi kimi danışır, Yahudi kimi düşünür. Yahudilərin dostun sevir, Yahudilərin düşmənindən azığı gəlir. Yəni, bu bizim xalqın ictimai, siyasi, mədəni şuurun bunlar formalaşdıracaqlar. Onlar institutla, mexanizmin bilirlər, ondan sonra texnikləri bilirlər, neynəməlidirlər bizim medianı, ondan sonra bizim ümumiyyətlə bu xalqla iş mexanizmi, xalqın düşüncəsinin iş mexanizmin bunlar təyin edəcəklər. Dedim, Əmiraslan müəllim, məni lap qorxudursunuz, mənim biraz konkret misallarla bunlar neyə bilərlər? Dedi, bura indi sərhədlər açılıb, bir yandan Türkiyədən gəlirlər, hamısı gedirlər, bazara gedirlər, ticarət, şirkət açsınlar falan. Dedi, bunlar hələlik bu cür yerləri əl alırlar və illər keçəndən sonra bunlar Azərbaycanın iqtisadiyyatda bunlar işləyəcək, siyasətdə bunlar işləyəcək, hakimiyyətdə bunlar işləyəcək, hər şey bunlar işləyəcək. Bunlar tələsmirlər Azərbaycanı, məsələn, iqtisadi rızaqlarını ələ keçirmək üçün. Bunlar üçün əvvəl mühüm Azərbaycan xalqının ictimai, siyasi təfəkkürü, düşüncəsidir, onların beynidir. Misal deyir ki, bax, keçən həftə bütün Azərbaycan mətbuatına verilən ciddi tapşırılıq. Bunlar vermir, deyir, bunlar ötürürlər hakimiyyətin o əlaqədar təşkilatları. Bundan sonra, misal deyirdi ki, Ermənistan sözünü işlənəndə mütləq o yanda İran Ermənistan, Fars, məsələn, erməni deyəndə Fars erməni. Bu sözü isə hər gün orta axşam illər uzunu, hər gün 20 dəfə, 30 dəfə o qədər işlətməli ki, məsələn, bir 10 illik dedi, bu cür davam edəcək ən azı. Ondan sonra normal Azərbaycan təsəvvürdə bir dənə Azərbaycanın orta hesabından fərz edə, il ərzində bir 50 min dəfə, 100 dəfə bu sözü bir-birinin yanında eşidib. İran Ermənistan, Fars erməni. Deyir, məsələn, indi cəmaət İrana məsələn normal baxır, Fars məsələn. Ermənistansa təcavüzkardır, düşmənimizdir, mənfi yükü var. Bu, İran ona müsbət yükünü ötürə bilmir, amma bu İran-Ermənistan sözü o qədər işlədir. Bu Ermənistan mənfi yükü gələcək İran üçün. İran eşidən kimi nifrət, İran eşidən kimi mənfi təəssürat, təsəvvürlər. Və bu cür, yəni bu misal çəkildi mənə. Deyir ki, bunlar xırda bir detal idi. Deyir ki, bu bir mexanizmdir. Yəni bizim özümüzdən asılı olmayan, sabah bir Azərbaycanı görürsən, İranı nifrət edir. İllər keçiblər, nifrət edib, zavandır, yenitmədir, orta yaşlı adamdır. Soruşursan ki, bu nifrətin nədən qaynaqlanır? Heç özü də bilmir. O bilmir ki, bu orta hesabla 10 il ərzində, məsələn, fərzədə 200 min dəfə bu İrandan Ermənistan sözünün yanaşı eşidib, ya erməni ilə fars sözünün yanaşı eşidib. İndi bilmirəm, Əmiraslan müəllim qalır yoxsa yox. Mənim məsələn 60 yaşım var. O əgər qalırsa 80-dan yuxarı yaşı var. Əmiraslan müəllim çox yaxşı insan idi. Çox ondan söhbətlərdən, ondan çox faydalanmışam söhbətlərindən, ağıllı, düşüncəli bir insan idi. Çox təəssüf hissi ilə deyirdi. Deyirdi ki, mən də məcburam burada işləməyə, amma özüm bilirəm ki, nə boyda bir xəyanətin içərisinə girmişəm və burada bizimlə həmfikir deyil, yəni din, iman, inanc adamı deyil, amma hörmət qoyur, çox mənim əqidəmə çox ehtiram qoyurdu və dinləyirdi söhbətlərimi və yaxşı anlaşa bilirdik, bir-birimizlə ortaq məxrəcə gələ bilirdik. Sözümün canı budur
budur ki, indi də hal-hazırda o mexanizm elə yenə də işləyir. Məsələn, siz bir dənə nümunə deyirəm sizə. Baxın, İran və narkotik. Baxın, o gün yoxdur ki, Azərbaycan mətbuatında İran və narkotik sözü 3-4 dəfə, 5 dəfə, 20 dəfə, 50 dəfə işlənməz. Yəni, üstədən narkotik satan tuturlar, deyirlər ki, İranlı bir barona, nə bilim, narkotik ticarətçisinə kuryerlik eləyən bilər. O kimdir, yoxdur. İnanın, bəlkə 1000 dənə belə bir siz cinayət işi, yaxud da ki, bir ittihamnamə tapa bilərsiniz. Orada mətbuatda səsləndirilir. İranlı adı çəkilir bir İranlının göndərdiyi narkotika, bir İranlının, nə bilim, təyin edir, İranlının satmaq istədiyi, İranlının göndərmək istədiyi. O İranlı kimdir, yoxdur, amma narkotika sözü ilə İran sözü o qədər yanaşı işlənir ki, indi bir zamanda İran deyəndə bizim artıq İran, Ermənistan, bunlar indi o söz məsələdir, amma gündəmdən Ermənistanla dost olurlar. Bundan sonra İran deyən kimi normal bir Azərbaycanlı, bizim həmyerlərimiz yadına narkotika düşsün, narkotika sözünü eşidəndə yadına İran düşsün. Siz bundan sonra diqqətdə saxlayın, mətbuatda gedən xəbərlərə, nə bilim, cürbəcür yazılara baxın, görün İranla narkotika sözü o qədər işlənir, yeri gəldi, gəlmədi, ondan düzdür, yalandır, bu şeyin həqiqəti var, yoxsa yoxdur. Məqsəd yəni bir tapşırıqdır ki, bu hər gün xəbərlərdə kimlərsə onlardan pul alır, xətt alır, vəzifə ya tapşırıq həyata keçirir. Onlar aylıq hesabatlarını göstərməlidirlər ki, İranla narkotika ilə bağlı, yəni bunların müştərək adı ilə bağlı, mən bu ay 30 dənə yazı vermişəm, 20 dənə yazı bunların adını bir yerdə çəkmişəm. Bu sahədə bir dənə, mən deyim, layihədə də alırlar, qrant alırlar. Mən, məsələn, 3 aylı layihəmdə 500 dəfə İranla narkotika aidiyyatı olan ya aidiyyatı olmayan sözlər, yəni ifadələr işlətmişəm və cəmaatına qulağına çatıb, onlar da eşidirlər. Başını çox ağrıtdım, sözümün canı budur ki, indi təəccüb edirik, bəzən yerlərimizi görürük, həmvətənləri görürük ki, İrana nifrət, bu hardan doğur axı, niyə bu qədər dərin olsun, bu qədər bunlarda bu qərəz, qəzəb, nifrət hissi bizim xalqın üzərində işləyirlər, bizim beynimizdə işləyirlər. Onların bu barədə elmi var, texnologiyası var, mexanizmləri var, necə işləməlidirlər, necə həyata keçirməlidirlər, onların resursları var ondan sonra, pulları var, onların adamları var. Yəni, bunlar layihələr əsasında, yüzlərlə layihələr əsasında bizim üzərimizdə işləyirlər. İndi təəccüb eləmək lazımdır. Hər bir Azərbaycan, hətta məsələn dindar ya qeyri-dindar Azərbaycanlı biraz otursun, ürəyini açsın, gör İrana qarşı bunda nə qədər narahatçılıqlar var. Amma 99% izah eləyə bilməyəcək. Qaytaracaqlar siz dediniz bəzi detallara, nə bilim, Qarabağ falan, bəzi söhbətlər. Halbuki, məsələn, bunu eyni şeyi Rusiya, Amerika, qərb ölkələri, nə bilim. Bütün dövlətlərdə bu şeylərdən tapmaq olar da, amma onların üzərində işlənilmir deyə, onlara qarşı nə nifrət hissi var, nə qəzəb hissi var, nə də ki, ayrı mənfi təəssüratlar.